Pomagать fiili. Keçmiş zamanda pamuk kişilər deyir. Pamagla qadınlar deyir. Pomagli cəm halda. Biz, siz, onlar. İndiki zamanda gəlin nümunə gətirək. Mən ona kömək etdim. Əgər kişidirsə deyəcək ya ему və yaxud ей помог. Qadındırsa ya ему və yaxud ей помогла. İndiki zamanda помогаю, помогает, daha doğrusu помогаю, помогаешь sən. Он, она помогает, o kömək edir. Мы помогаем, вы помогаете, они помогают. Mən həmişə yaşlılara kömək edirəm. Я всегда помогаю пожилым. Sən niyə mənə kömək eləmirsən? Почему ты не помогаешь мне? Gələcək zamanda помогу, поможешь, поможет, поможем, поможете, помогут. 5 dəqiqə gözlə, kömək edəcəm. Подожди 5 minut, я помогу. Sən mənə kömək edərsən. Ты мне поможешь. Biz sizə kömək edəcəyik. Мы поможем вам. Ümid edirəm ki, faydası dəydi. Mütləq səhifəyə abunə olun ki, qısa videolardan siz də faydalanasınız. Əgər abunə olmasanız, faydalana bilməyəcəksiniz. Hər gün isə canlı yayıma gəlin, yavaş-yavaş irəli gedin. Əzizlərim, əgər sadəcə danışaraq özünüzü Rus dilinə daha yaxın hiss etmək istəyirsinizsə, tez bir zamanda gözəl Rus dilində danışmaq istəyirsinizsə, qrammatikasız, ev tapşırıqsız, dərsdə nəsə yazmaq heç nə lazım deyil. Yenilənmiş metodikamla ancaq danışıq dərsləri. 40 danışıq dərslərindən ibarətdir. Baxır həftədə neçə dəfə məşğul olacaqsınız, o da müddətə ayrılır. Yəni ki, tez bir zamanda rahat Rus dilində danışmaq istəyirsinizsə, harda olmanızdan asılı olmayaq, öz probleminizi, öz planınızı özünüz həyata keçirmək istəyirsinizsə, özünüz vəziyyətdən çıxmaq istəyirsinizsə, heç kim minnətini götürmək istəmirsinizsə, heç lazım da deyil. Niyə? Çalışın uğurlu insanlara, kimdə alınıbsa elə insanlarla əyaqlaşın. Uğursuz, bacarıqsız insanlarla nə məsləhətləşin, nə də soruşun. O heç vaxt sizə hə başda, hə öyrən deməyəcək. Ümumiyyətlə plan qoyun və planlarınıza nail olun. Nail olan insanlar sizdən artıq deyil. Buna %100 əmin olun. Və mən 11 illik müəllimlik təcrübəsi olan bir müəllimə kimi sənə söz verirəm ki, öyrənəcəksən. Sadəcə özünə güvən və mənə. Qalanını mənə burax. Yazılmaq üçün bu nömrə ilə əlaqə saxla. Gözləyəcəm.